Xeyr, hələ. Gözdə açılır yəqin. Hə, indi açıldı. Açıldı. Tamam, Aha. baxaq. Deməli, tapşırıqlarımız nə idi? Homework 6-nı vermişdim. Bir də 7-dən 10 dənə sual falan işləməli idim. 6-ya baxaq görək. Dərs siyasında səhv. Görüm, məsələn, bunlarda nəyə səhv yazmışsan? İnta yazmışsan. Orada saçım itlər int yazmışdım birinci, Tamam. sonra long. C sualına indi baxarıq. Bunu açsam. Bu birlərə baxaq görək, burada nə səhv eləmişsən? Hə, bunda int long şey idi. Burada da Hə, burada bildim sonra, bu əvvəl sinifdə yazdığım idi. Tamam, onda C sualına baxaq. Nə istəyir bizdən? Bu asan sual idi axı. Bəli. Nə deyir sualda? Hə. Bir dənə açılmır. Aç. Bir də mən sənə tərcüməsini deyim. Yəqin ki, sual anlamamısan. Bəli, burada ya A elə bilmişəm A kimidir. A-nın elə atmışam eyni kodunu. Hə, eyni kod atmışsan. Baxaq. Hə. Hə, tamam, eyni kod atmışsan. Amma sualda nə istəyir bizdən? Deyir ki, 2 dənə ədəd verilir. İkisinin arasındakı fərqi tapmalısan da. Yəni 21, bir də 9. 21 çıx 9, 12. Tamam, 12. Tamam, sualda bizdən bunu istəyir. Saç diqqətli ol, belə şeylərdə, yəni diqqətli ol, eyni kod atmadı. Qabaqda da belə bir suallarımız ola bilər. İndidən nəzərə al, yəni belə şeylərə. Diqqətlə bax suallara. Tamam, bu kontestin onda başqa sual yoxdur ki. Bu anladın da necə idi C sualı? Və bir də kontest 7-də başa düşmədiklərim oldu. Bir dənə sualı yaza bildim. Tamam, gəl baxaq. Bir dənəsini yazdın, bəs bura qədər heç mi yazanmadın? Yəni, baxmısan heç olmaz suallara. Burada məncə asan suallar da var idi. Axı, məsələn, bax bu. Tutaq ki, nə deyir? Deyir ki, yaxşı, bu tutaq ki, bundan asanlar da var idi məncə. Məsələn, bu. Buna elə sinifdə dedik ki, məsələn, bu çox asandır. Deyirdi ki, onluqlarla yüzlüklərin yerini dəyiş. Məsələn, görürsən 512-dir. Onluqlarla təklərin yerini dəyiş. 512-dir. 1 onluqdur, 2 də təkli idi. Bunların yerini dəyişibdir. 521 eləyibdir. Heç vaxt ayırmamısan homework etdiyə. Səsin bağlı da əgər nəsə deyirsəniz. Müəllim, bəli, burada əslində istəmişəm burada deyilsinə sonra hamısı bir-bir yazım, görmüşəm yazamadım. Aynen, bizim çətin. Yox, əslində, yəni burada yəni bu məsələndə bu sualı yaza bilərdim. Məsələn, bax C sualını. Nə deyir ki, deyir A ilə B verilir. A ilə B-nin kvadratları cəmini tapmalısan. Yəni C6-a A vurub A plus B vurub B eləməliydin. Burada bir dənə sual var. A vura, üstə gəl bir. Aha, yəni də adi kvadratlar cəmini tapmalısan. Məsələn, buradakı sual da nə deyir? Deyir ki, A-dan B-yə qədər ədədlərin cəmini tap. Məsələn, bu sualı adi sinifdə yazmışıq. Məsələn, hətta məncə YouTube-da bunun video rekordunu da yükləmişəm mən. Yəni YouTube-da hər dərsdən sonra yükləyirəm və girib baxarsan. Uzağı həmin dərsin axşamı. Bir dəqiqə. Bax, məsələn, yəni YouTube-da var, YouTube-da buna baxarsan. İndi yəqin ki, açılmayacaq. Yəni bu dərsin rekordu var. Yəni atmışam birinci dərs. Yəni bir dənə birinci dərsimizin video qeydi yox idi. O Hello World-u falan keçdiyimiz vaxt. Ondan sonra 2 dərsində rekordu var. Onlara baxarsan. Yəni bu sualı sinifdə yazmışıq elə. Mən sənə 2 dənə düstur atmışdım, həmin düsturla elədiyimiz sual idi. Məsələn, bu D sualının həlli idi. Məsələn, Y-yə baxaq.
Otel üstü. Bax Y-nin məsələn şərti məsələdir. Onları oxuyarıq tamam. Məsələn bu da çox asandır. Yaxşı bunlara baxaq indi sinifdə. 2'ye vurarak mı? Bir də bir şey maraqlı gəldi. Bu sual var ya B sualı. Ben. Bu yəni həllini izah eləyə bilərsən mənə? Düşünmə. Burada Hə, deyim. elə bir ki, hərəsindən çıxıb bir yazmış. Yadınızda bir dəfə yazmışdınız daş məsələsi. Aha. Elə eyni sualdır demək olar. Hərəsindən bir çıxmışam. Fərqi yoxdur. Niyə bir çıxmısan? Bəs o çıx biri izah eləyə bilərsən mənə? Yəni düşün ki, bu hissə verilməyibdi. Yəni bilmirsən məsələn 2-nin cavabı 1-dir. Mən maraqlıdır ki, sən məsələni oxumusan. Yəni o məsələdə vəbşi nə deyir bilirsən? Ha, bir dənə deyək ki, bir butulka suyu $1 20 qəpikdir. Amma bir dənə boş butulka isə 20 qəpikdir. Deyir nə qədər butulka deyir ki, neçə dənə sulu butulka almaq olar məsələn $10. Sən niyə $1 çıxmısan bəs? Onu izah elə indi mənə. $1 niyə çıxmışam? Yəni niyə n çıx 1-dir cavabı məsələn? N dollarımız var. Biz niyə məsələn $5 var, niyə 4 dənə su ala bilirəm? Axı məsələn birinin qiymət deyirsən $1. Orada 20 qəpik də var axı. 20 qəpik də var. Yəni o Qalıq da var. Tam o istədiyim cavabı demirsən elə. Gəl yəni burada baxaq. Gözü açılsın. Bax, deyir ki, bir dənə butulkadır da, düzdür? Yəni, bir dənə belə bir şey. Bunun öz qiyməti $1 20 sentdir. Həlap olsun 1 manat 20 qəpik. Sent. Aha, sent olsun, qəpik olsun, fərqi yoxdur. İndi deyir ki, sən bu butulkanı gedib alanda 1 manat 20 qəpik ödəyəsən. Gözü bunu burada yazın. 1 manat 20 qəpik ödəyəsən. Yəni bu butulka 1 manat 20 qəpiyə satılır. Amma sən 20 qəpik təzədən qazana bilərsən. Nə edə bilərsən? Gətirib bu butulkanı təzədən onlara versən, onlar sənə 20 qəpik əlavə verəcək. Yəni bir butulka sənə əslində $1 başa gəlmiş olacaqdı. Düşün ki, marketə getdin. Məsələn, bir dənə kampaniya var, tutaq ki. Suyu alırsan, amma $1 20 sentin olmalıdır bunu almağın üçün. Getdin aldın, kassirə verdin 1 manat 20 qəpik. O da sənə deyir ki, məsələn suyu iç. Burada deyir ki, empty bottle-da, yəni boş butulkanın şeyi 20 sentdir. Sən elə bir ki, nə edirsən? Bunu boşaldırsan harasa. Məsələn, gedib harasa tutaq ki də, evdə tutaq ki, nəyəsə boşaltdın harasa. Sonra təzədən bu boş butulkanı gətirirsən, verirsən kassirə, deyir ki, o da sənə, yəni bunu verdin bu adama. O da sənə 20 qəpik qaytardı. Yəni bir su butulkasını almaq sənə $1 əslində başa gəlmiş olur. Tamam. Burasını anladın? Bəli. Yəni hər dəfə 1 manat 20 qəpik verəcəyik biz, amma o da yadımızda qalacaq ki, 20 qəpiyi mən butulkanı təzədən verəndə mənə qaytaracaq. İndi bax tutaq ki, mən 5 manatım var. Gəldim birincidə aldım bir dənə su. 1 manat 20 qəpiyə. Tutaq ki, qaldı 3 manat 80 qəpiyim. Düzdür? Bəli. Amma mən nə dedim? Dedim ki, 20 qəpik də gələcək. Bu hələ ki bir butulkanın Onda şeyidir. 4 manat eləyir. 4 manat. Yəni 4 manatımız qaldı da hələ də. Yəni Bəli. Sonra bir butulkanı almaq, bir butulka. Butulka. 1 manatdır. Bəs sual verərsən ki, əgər bir butulka 1 manatdırsa, onda biz niyə 5 butulkanı 5 manata almırıq ki, elə məsələn, gedib hər dəfəsində bu prosesi eləyərəm də. Hər dəfəsində eləyə bilmirsən. Niyə? Çünki gəlirsən, məsələn, $4 qalıbdır. Yenə $1 20 sent verirsən, nə qədərin qalır?
Qalır 2 manat 80 qəpiyin. Amma yenə 20 qəpik qaytaracaqlar sənə. Bax bu düşün, bu bir butulkanın qiymətidir. Bu birinci prosesimiz. 2 manat 80 qəpiyi yenə 20 qəpik qaytarırlar. Olur bizim 3 manatımız qaldı. Qalır Düzdür? 3 manat. Bu oldu ikinci butulkanın. Bəli. İkinci butulkanın nə ki qiyməti kimi düşünək. Gəlirik bu bir, bu ikinci butulka. Gəlirik üçüncünü almağa. 3 manatımız var. 1 manat 20 qəpik verdik. Qaldı nə qədər? 1 manat 80 qəpik. Yenə 20 qəpik əlavə verirlər. 20 qəpik üstünə qoyuruq 2 manat. 2 manatımız yenə qaldı cibimizdə. 2 manat. Hələ ki bu 3 butulkanın qiyməti bizə gəlib 3 manata başa. Gəlirik birini də almağa. Neçə? 2 manatımız var. Gəldik 1 manat 20 qəpik verdik. 2 manat. Qaldı 80 qəpik. 80 qəpik, onunla 20 qəpik 1 manatımız qaldı. Ay sağ ol. Oldu 1 manat. Bu da oldu 4-cü butulkamız. Bəs 5-ci butulkanı indi niyə ala bilmirik? Çünki biz hər dəfəsində buna bax. 20 qəpiyimiz çatmır. Ay sağ 20 qəpiyimiz çatmır. Yəni n-1 buna görə olur. Bax, hər dəfəsində 1 manat 20 qəpik vermişik. 1 manat 20 qəpik, 1 manat 20 qəpik. Amma indi yoxumuzda axı. Ona görə cavabımız n-1 olur. Çünki hər dəfəsində gəlib 1 dollara başa gələcək. Axırda həmişə sonda 1 dollarımız qalacaqdır. Lap istəyirsən 10 dollardan başlayaq. Bu proses hamısında yenə də eyni gedəcək də, düzdür? Hər dəfəsində 1 manat 20 qəpik verəcəyik, 20 qəpik arxaya alacağıq. Yəni bura qədər hamısı 1 dollara başa gəldi. Düzdür? Amma başda axı almamışdan qabaq bizə 1 manat 20 qəpik lazımdır ki, bu kampaniyadan yararlanaq. Elə ki, düşün kampaniya var, amma bizim 1 manat 20 qəpiyimiz yoxdur ki, bundan yararlanaq. Ona görə cavabımız olur n-1. Tamam? Bax, məsələnin həlli əslində buyur. Bəli. Ona görə nə edirsən? Buranı unudursan tamamilə 2-3-cü səfər deyirsən. Yəni sırf cavaba baxıb şeyləmə. Məsələn şərtini tutaq ki, tam yarı da olsa tutmuşdun da, tutaq ki 1 dollar 20-dir, 20 qəpik də boş butulkadır. Amma sən orada məncə tutmamışdın ki 1 manat 20 qəpik alırıq, 20 qəpik də təzədən arxaya alırıq. Ona görə birinci sualın şərtini tamamla, sonra get məsələn bu кейslər, test кейsləri analiz elə. Onu da anlamadın, yaz mənə, mən sənə baş salacağam. Gəl məsələn, C sualı asandır. İndi mən çətinlərə baxacağıq. Sən soramda vaxtımız qalacaq, təzə bir şey keçməyəcək yəqin ki bugün. Çünki hələ ki homework bu qurtarmayıbdır. Tamam. Bunları indi sinifdə yazarsan. Deyəcəm hansıları. Bax, C sualını sinifdə yazsan. Gəl bura qeyd eləyim. İndi biz başqa suallara, həmin kontestin çətinlərinə baxacağıq. Məsələn, elə gəl başlayaq bu sualdan. Bu maraqlı sualdır. Gəl məsələn şərtinə bir də baxım. Hə, tamam. Deməli, bax, məsələdə bizə belə bir şey verilib. Bunu biraz böyüdə bilirəmmi görüm. Aha. Bu n bərabərdir 3 al üçündür. Deməli, məsələdə bizə nə deyir? Deyir ki, bir də baxım. Dəqiq. Hə, tamam. Hər dəfə bir dənə ağacımız olacaq. N nə qədər veribsə, o qədər hissəsi, elə bir ki, düşün, bax, bunlar bir hissədir. Bax, bu 1, bu 2, bu da 3. Bax, buranı hələ ki sayma. Bax, buranı unut. Bu başdakı bir dənə yarpaq var ha. Bunu unut hələ ki. Tamam. Bu yoxdur elə bir. Bəli. Onda neçə dənə hissəsi qalır bu ağacda? 3 dənə. Düzdür? Bu 1, 2, bu da 3. Yəni n3 deyəndə bunu nəzərə alacağıq. Yəni hər tərəf, yəni bundan sonra ağacın 3 dənə hissəsi olacaq. Yəni ki, düşün 3 dənə hissədən yarpaqlar çıxacaq. Və başdan başlayaraq, bax, buradan bir yarpaq çıxıbdı. Birinci hissədə.
Burada görürsən, ikinci yarpaq da var. Görsən bunu, bax biri budur, biri də budur. Bəli. 2 dənə yarpaq var. Bəs burada neçə dənə yarpaq var say? Bəli. Neçə yarpaq var? Biləm. İndi müəllim hansını dediniz? Bir dəfə də internet gedirin, yəni nəysə. Tamam. İndi yaxşıdır internetin. Başdan gedirəm sonra. Səsim Hə, aydın gəlir. bəli, indi yaxşıdır. Hə, tamam. Bəli, bizdə Başdan gedirəm. internet zəif. Tamam. Başdan gedirəm sonra. Bax, bu n bərabərdir 3 halı üçündür. Ekrana baxsan. Bəli, onu eşitmişdim. Tamam. Bax, Bəli, elə bir ki bu yuxarıda. yuxarıdakını hələ ki dedim ki, unutursan. Bu yarpağımız elə bir ki yoxdur. Neçədən hissəsi Bəli. qalıb ağacda? 1, Bəli. 1, 2, 2, 3. 1, 2, Bəli. bu da üçüncü hissə. 2, 3. Birinci hissədən bir yarpaq çıxıbdı. Bax, bu bir dənəsi, bu bir yarpaqdır. İkinci hissədən hər tərəfdən elə bir ki bir yarpaq çıxıb. İkinci hissədə neçə dənə çıxıb? Bax, bir yarpağı budur, bu. Bir yarpağı da budur. Ayrı-ayrıdır bu. Yəni 2 dənə yarpaq çıxıbdı. Aha. Burada İndi neçə dənə gördüm bu çıxıbdı? yarpaqlar. Burada neçə dənə 3 çıxıb? dənə. 3 dənə. Biri dənə. budur, ikincisi budur, üçüncüsü də budur. Düzdür? Üçüncüdə budur. Eyni ilə Altı, eyni proses burada baş verir. Bax, burada da bir dənəsi çıxır yarpağın. Orada Burada da 2 iki dənəsi dənəsi, çıxır, burada burada da da üç 3 dənə. dənə. Hə, başa düşdünüz? İndi sual hələ ki nə deyəcək? Məsələn, n 4 olsaydı, bura bir dənə də hissə gələcəkdi. Onda 4 yarpaqlar olacaq. Aysa, 8 indi dənə də mənim elə yarpağım tam yarpaq olmur, hə? Bax, belə bir şey, bir də burada olsaydı məsələn. Bu da məsələn 1, 2, 3, bu da olsun 4. Tamam, burada da düşün ki 4 dənəsi var. Hər tərəfdə ədədlər necə artır? Yəni, sualda da bizdən nə istəyir? Bu yarpaqların ümumi neçə dənə yarpaq varsa onun cəmini istəyir. Bax, məsələn, bunlar cəmlə bu ədədləri. 1, 2, 3, 1, 2, 3 neçə eləyir? Deyən cəmlə riyaziyyatçı. 1, 2, 3, 4, 10. 10. Bir də hesabla. Bəli. 1, 2, 3, 4, 10'dur. 4. 1, 2, Hə, 1 aysa, üstə hə, gəlir, 2 tamam. üstə Düz gəlir, üstə deyirsən. gəlir 4. 10. Hə, 10. Bu biri tərəfdə neçə dənədir? Buranın da cəmi Burada da 10'dur 10'dur da. Tamam. Hə. Bir də hər təfəsində bu başdakı yarpağın plus 1-ini nəzərə alacağıq. Bax, bayaqki sualda da n3-ün cavabı niyə 13-dür? Bax, görsən n3-ün cavabı niyə 13-dür? 1 plus 2 plus 3, burada Bəli, 6 bəli, dənə. başa düşdüm. Bax, indi gözlə mənə bax. Burada 6 dənə yarpaq var bu hissədə. Burada da 6 dənə yarpaq var. N3 halına baxıram. Məgər ki 4-ü fikirləşmə. Hələ ki 3 dənəsidir. Cavabı niyə 13 olub onu deyirəm. 6 dənəsi burada var. 6 dənəsi burada var. 12 plus 1. 6 dənəsi burada, 4 dənəsi burada. 4 yox. Bəli. 3, yəni 1 plus 2 plus 3, Yox, 1 yuxarıda. plus 2 plus 3, burada da plus 1. Hə, bildim. Burada Tamam. Bəs yaxşı. aşağısı 6, 4. Bu məsələni həll eləməyə necə bir yol deyərsən? Bir dənə düşün. Necə həll eləyə bilərik bu sualı? Yəni necə bir qanun Elə uyğunluq ki 3 görürsən? dənə. Məncə birinci long-longla yazırıq. Tamam, onların hələ ki long-longdur, intdir. Oranı unut. Mən sadəcə sən necə hesabladığın maraqlıdır. Yəni necə bir düsturmu desəm, yəni əsas mənə o siyahıda verəcəyin şey maraqlıdır ki, məsələn n3-dəki sən 13-ü necə alasan? Yəni tamam, sualı başa düşdük ki, birinci hissədə 1 olacaq, ikinci hissədə 2, üçüncü hissədə 3. Bu eyni şeydə ikinci tərəfdə olacaq və mən bunları cəmləyəcəm. Bunu vizual olaraq elədik, tamam. Bəs sən kodda necə eləyəsən? Yəni bu cəmləməni necə rahatlaşdıra bilərsən? Yəni məsələn tutaq ki, n səndə olsa
1 milyon. Sən gəlib bu prosesi əlindən yaza bilməsən. Məsələn, 4 olsa yaza bilərsən də 1 plus 2 plus 3 belə-belə gedə bilərsən. Amma 1 milyonda eləyə bilməsən onu. Ben necə eləyək? Bəli. Bəli. Bir dənə 3'ü bax. vurarıq 2'ye birinci. 3 vur 2. 3'ü niyə 2-yə vururuq? Çünkü her bu hissədə 3 dənə yarpaq var. Hərəsi 2 dənə də hissə var. Aha. Sonra 2 vur 2. Mhm. Sonra da 1 üstə gəl 1 üstə gəl 1. Tamam. Bu yol düzdür. Buna heç nə deyə bilmərəm. Amma məsələn sən tutaq ki deyirsən, 3'ü vurdum 2-yə. Düzdür? Belə bir şey deyirsən də mən riyazi olaraq belə Bəli. anladım. 3 vur 2, 2 vur 2, 1 vur 2, bir də plus 1'i. Düzdür? Niyə? Çünki hər tərəfdə deyirsən ki, Aha. 1-dən də 2-dəndir, 2-dən də 2-dəndir, 3-dən də 2-dəndir. Tamam, burasını mən anladım. Tamam, düz deyirsən. Bəs məsələn 1 milyon olsa n, neyniyəsən? Bunu əllə gəlib vurasın? Çok uzun olur. Hə, yəni onda yaxşı, bir dənə onda başqa bir üsul fikirləş. Foru keçmisiniz məktəbdə? Hayır mən. Hə, onda tamam, heç nə. Onda yəni bu yolu yazmağının dediyim forunu tələ ki, bu yolu yazmağının onda yəni başqa bir yolu yoxdur da. Yəni 1 milyon sən vur 2, belə-belə eləyə bilmərsən də uzun olar. Onda bir dənə başqa üsul fikirləş. Bax bu ədədlərə bir dənə diqqət elə. Bax gör, yəni öyrəndiyimiz şeyləri nəzərə al. Nələr öyrənmişik, düsturlar öyrənmişik, onu harda istifadə eləyə bilərəm. Yəni bax Onda belə yaza bilərik. Necə? 2 vurulsun. Mörtəzə içində 3 üstə gəl 2 üstə gəl 1. yaza bilərsən. 3 üstə gəl 2 üstə gəl 1-i necə tapasan? 2'ye vuracağıq da mən. Yox, Ha, o tamam. da milyona qədər saymaq lazım. Yo. Milyon. Yo, bu hissəni düz dedin, tamam. Düz şey tutmusan. Afərin. Yəni mənə əsas bu hissə lazım idi. Düzdür. Amma burduca milyona qədər yazmağının ehtiyacı yoxdur axı. Biz nəsə düstur öyrənmişdik, birdən nə qədər ədədlərin cəmi. En çıx en. Onu değiştirmem. Bunu deyirəm. En vur. En vur en çıx. Ha, onu tamam onu bilirdim de onu demək istedim. Hə, En çıx en üstə gəl 1 bölünsün 2. sıf yoxdur. Bu vurmadır. En vur en plus 1 Ha, bölü 2. vur. 1 Bölü 2. Mən sənin vərəqdə atmışdım yadında. Bax orada düsturdu. Bəli. Yəni bax gördün, yəni öyrəndin, sən bu şeyi tutdun da, düzdür? Tutdun ki, sən özün də dedin ki, 1 plus 2 plus 3. Yəni mənə əsas lazım idi ki, sən buradakı cəmi görəsən ki, birdən nə qədər ədədlərin cəmi olacaq bu həmişə. Məsələn, n4 olsa nə olacaqdı? 1 plus 2 plus 3 plus 4. Yəni həmişə 1 plus 2 plus 3 n nədirsə, ora qədər cəmləməyə biz davam eləyəcəkdik əslində. Düzdür? Və bunu da vuracaqdıq ki, Bəli. Bəli. sən də dedin ki, bunu 1 milyon olsa axı yazanmarıq. Ona görə mən də düstur öyrətmişdim ki, birdən nə qədər ədədlərin cəmi, bax bu düsturla hesablanır ha. Bax ona görə gördüm bu düstur burada işimizə yaradı əslində. Çox qısaltdı bizi. Məsələn, 1 milyonda əlimizlə yazmırıq hamısını, yazırıq ki, n vur n plus 1 bölü 2. Tamam, bu cavabı da vururuq. Bu cavabı da vururuq 2-yə. Bir də üstünə nə gəlirik? Bəli. Üstünə də 1 gəlirik. Niyə? Çünki başda da bir dənə birimiz var idi axı bu yarpaq. Bəli. İndi gəl onun kodunu yazaq. Mən yazım müəllim. Yaza bilərsən? Bəli, asandır məncə. Yaz. Sən prob eləyim. Elə.
Müəllim, burada məndə nəsə yazıb ki, L səhvdir. At, at baxım kodunu. Müəllim atdım. Tamam, bax. Çünki bunu qoymursan. Nöqtəli vergülü qoymursan. Hashtaglər var ya, məsələn include-da bits yazmısan ha. Eyni şey kimi yadında saxla. Burada qoymamısan ki, nöqtəli vergülü. Eyniyinə define-da da qoymursan. Ona görə başa düşdüm. Bir də 3 plus 2 plus 1 yazma. 3 plus 2 plus 1 deyil, axı səndə məsələn həmişə n3 olmayacaq. 5 də ola bilər, 1 milyon da ola bilər. Biz onu deyirdik bəyəm. Ona görə səhv çıxdı. Bax, Riyan rahatdır, elə öz dediyin şeyi yazmağa çalış. Bir də o dediyimiz düsturu istifadə elə. N vur n plus 1 bölük. O lazım olacaq. Aha, bir dəfə də bax. Pop eləyib. Onca denəyim. Elə narahat olma. Tələsmə. Müəllim, deyəsə tapdım. 3 yazdım, 13 yazır. Bir dənə atım. At. Müəllim düz çıxdı. Qəşəng. Malades. Amma səsimizi eşitmirəm. Ha, tamam, bağlıymış. Bağışla. Malades qəşəng. Prosta bu bildin niyə bölüküsü olmadı bunun? Sən yazmısan, Bəli. S vur. S plus 1. Bəli. Plus 1. Bu bilirsən niyə bölük olmadı? Bəli. Çünki bölüb 2-yə, onsuz da vurursan 2-yə, bunlar ixtisar gedir. Bəli, ixtisar da elə 1 edir. Biri də 1 vuranda eynidir. Qəşəng. Bu sual getdi. İndi baxaq. Bunu yazarsan. İndi başqa bir suala baxaq. Məsələn, buna baxaq. Belə sual bizim KSG. Hansı? Belə sual bizim KSG-mizə düşmüşdü, birinci KSG. Bu sual?
Bəli, düz yazmışdım onu orada. Tamam, gəl bir də baxaq görək. Nə deyir bizə sualda? Deyir ki, bir dənə otelimiz var. Bəli, bir dənə otel. Bizə M verir, bir də M verir. Deyir ki, bir dənə oteldir. Otelin N dənə mərtəbəsi var. Və bu otelin birinci mərtəbəsində nə yerləşir? Birinci mərtəbəsində restorandır, bir də ki idman zalıdır. Restoran Restoran, idman. bir də idman zalı. İdman. Deyir ki, yəni Bəli. düşün tutaq ki 5 mərtəbəlidir bu. İkinci mərtəbə, oy, bir dəqiqə. Niyə belə oldu? Nəysə, gəl burada yazaq. Bu birinci mərtəbədir. Burada restorandır, idman zalıdır. Bu ikinci mərtəbədir. Bu 3. Bu 4. Bu da 5. Tamam. 5 mərtəbəli bir oteldir. Bəli. Bu otelin deyir ki, qalan 2, 3, 4, bir də 5 mərtəbəsində hər birində M dənə otaq var qonaqlar üçün. M dənə otaq var. Yəni məsələn, Bəli. bir mərtəbədə 5 dənə otaq var kimi düşün. Və hər birinin içinə Bəli. 3 dənə qonaq yerləşir. Hər bir otaqda 3 dənə qonaq qalacaq. Bizə deyir ki, bəs mən sənə desəm ki, M mərtəbəmiz var. Hər birində də M dənə, qalan 2, 3, 4, 5-ci mərtəbələrdə də M dənə otağımız var. Cəmi nə qədər turist qala bilər bu oteldə? Sualın şərti aydındır. Bəli. Başa düşdüm, amma Riyaziyyat kimi düşün. Məsələn, ikinci mərtəbədə M dənə otağımız var. Hər birində də 3 dənə qonaq qalacaq. Onda nə qədər turist qala bilər həmin mərtəbədə? 2 mərtəbəmiz var. Yox, Hərəsində belə də düşün. 3 dənə turist qalır. Baba, qulaq as mənə. İkinci 5 mərtəbəli oteldir. Hələ ki biz ikinci mərtəbədəyik. Tamam, bu mərtəbəyə baxıram mən. Bəli. Bu mərtəbədə M dənə otağımız var. Məsələn, M deməyim, olsun nə bilim 6 dənə otağımız var. Ya da elə buradakı Bəli. kimi olsun. 10 dənə otağımız var. Bir də bir dəqiqə, bu niyə belə yazır? Gözlə. 10 dənə otağımız var. Hər birində də 3 adam qalacaq. Onda neçə dənə adam qalmış olur həmin mərtəbədə? Bu 30 otaqda. dənə. Ay sağ ol. Eyni ilə bura baxsaq. Burada da eyni ilə eyni şey gedəcək. Burada da 10 otaq var. Hər birində də 3 dənə qonaq qala bilir. Neçə adam qalmış olur? 30 dənə. 30 dənə. 30. Yenə 30. Yenə 30. Bəli, burada da 30. Bir dəqiqə buranı silək. Silənmirik. Niyə? Tamam, belə silək. 5-ci mərtəbədə də eyni şey. 10. Burada da 30. Cəmi onda neçə turist qalmış oldu bizim oteldə? 120. 120. 120. Birinci mərtəbəni niyə saymadıq deyəndə deyirik ki, çünki birinci mərtəbədə otaq yoxdur, ancaq restoran var, İdman idman zalı zalı var. var. İdman. Bax bizdən sualda indi bunu istəyir də. Yəni bunu da riyaziyyata çevirə bilərik də məncə. Yəni 10 olmasın başqa. Yəni bu 10-un yerinə M olsaydı nə edəcəydin ki? Yəni məsələn burada M olsaydı onda neçə adam qalacaqdı? 3M. 3M. Hər birində indi 3M qalmış olur. Yəni cavabımız 3M vur nə olur? İndi informatika kimi fikirləş. 3M vur 4. 4 yəni nə? Hər dəfəsində 4 olmayacaq da məsələn. 4 dənə. N artacaq. Hə, 4 mərtəbə. Məsələn 6-cı 6 mərtəbə olsa nə N. olacaq? N onda N yazar. 3M vurulsun N.
Yaxşı, yazdım n. Axı məndə 4-də nədir 5 mərtəbə üçün? Axı bu mərtəbəni Onda saymıram. nətər yazılır? Hı. Yəni n yox, n-1 də. Hə, n-1. Çünki Bu 5 mərtəbəni mərtəbəmiz saymır. var. 4 mərtəbəmizdə adam qalır da. Ona görə mən Hə, nəyirəm? biri n-1 rəsm. yazıram. Bəli. Tamam. Düstur bu Əslində oldu. n-1 deyəcəydim, sonra n-1 deyəcəydim, sonra dedim ki, səhv ola bilər. Səhv olsa da deyən heç nə olmaz. Əsl odur mənim üçün nəsə deməkdir. Nəsə fikrin olsun. Həmişə heç fikir olmaq pis şeydir, amma səhv fikrin olmaq belə yaxşı bir şeydir. Bunu unutma. Vəsə bu düstur oldu. İndi bunun kodunu yazarsan. Amma gözlə başqa suallarda baxaq. Ya ümumi baxaq. Məsələn, çünki bunun kodunu indi yadında saxlamısan təxmin nədir? Hamısına baxaq, biraz başın qarışsın, görək ondan sonra nətər yazasın. Məsələn, biraz özümüzü çətinə salaq görək də. Bu biri sualdan deyir ki, sənə 5 dənə ədəd verəcək. Bir saniyə. Bu niyə işlə? Bir dəqiqə burada bir dənə açıb bir də girəm. Hə. Bizim 5 dənə ədədimiz var. Hər dəfəsində indi 1 2 3 4 verdi. 5-i hələ ki elə belə deyirəm də, yəni təsadüfi başqa bir şeylər də ola bilər. Bizdən çıxışda istəyir ki, sən verəsən birinci ədədlə sonuncu ədədə dəyməyəsən. Bunları dəyişdirməyəsən. Bir saniyə mən görüm. Video qeydə açıldı. Tamam. Bunları dəyişdirməyəsən. Bu yerdə qalan 3 dənə ədəd olacaq. 2 3 4. Bunu neyniyəsən? 2-dirsə bu yerdə, məsələn, bax 1 ilə 5-i eyni ilə köçürtdüm. Qaldı bu 3 ədədi dəyişmək. Bu 3 ədədi də deyir necə dəyiş? Qonşularının cəmini yaz. Yəni 2 olsun bu ikisinin cəmi. Tamam, yəni 4. Yəni hər bir ədədin sağınla solundakı ədədlərinin cəminə bərabər eləyəcəyik indiki haldakı massivimizdə, ədədlər siyahımızda. Məsələn, bu olacaq 2 plus 4. Yəni 6. 4 olacaq 5 plus 3. Yəni 8. Vəsə. Bax, bunun cavabını çıxışa verəcəyik. Məsələn, başqa bir... Başa düşdüm. Tamam, indi başqa bir şey üçün baxaq məsələn. Olsun 2, 4, 1, 3, məsələn, nə bilim, 7 olsun. 5. Fərqi yoxdur, yəni istədiyin rəqəm ola bilər. 2 ilə 7 dursun yenə yerində, bunları Buraya dəyişdirəm. 2 yazarım. Mən Masum. Mən əsərimə toxunur. Dəqiqə Masum. Hə, tamam. 2 ilə 7 qaldı. Bura nə yazıram indi? İkinci yerdəkinə. 2 orada 2 ilə 1 3. 2 ilə 1 3. Bəs bura? Sonra burada da 4 ilə 3 7. Bu birinə? Bu birinə də yazırım. Bir də 1 7 8. Vəsə, oldu bu cavabımız. Bunun kodu asandır səncə? Tamam, onda yazarsan bunu. Hələ ki bunu saxlayırıq. Tam bu ikisini yaz indi. F ilə Y-ni. İndi yazım. İndi yaz. Aha, okey. Sonra baxaq. Bu dərs bu kontest, bu yarışın yarısını ən azı qutaraq, qalan suallarını evdə yazarsan. Bu kontest qalmaz.
Baxaq. Deməli. Siz dediğimiz kimi elədi. Bir mərtəbədən çıxdım, sonra Aha. bilinməyən otaqlar, sonra da bəli, hərəsində 3 dənə. Tamam, qəşəng. Bu sualın şərtin deyim, məsələn, fikrini də görək. Deyir ki, 2 dənə adamımız var. Bəli. Tutaq ki, sənlə mənik. Mənim Bəli. M dənə şokoladım var, sənin də B dənə, M dənə şokoladım var. Deyir ki, məsələn, məndə olsun 3 dənə, səndə də olsun 8 dənə. Bəli. Biz hər, məsələn, tutaq ki, 1 saatdan 1, məsələn, 1 saatdan 1 demir, amma mən özümü öldürürəm da. Həmişə bir dənəsini yeyəcəyik. Bəli. 2, 7, 1, 6 və mən sonuncu şokoladımı yeyirəm. 0, 5. Bəli. Artıq sən də şokolad yemirsən. Sən deyirsən ki, səndə nə qədər olana qədər, yəni səndə ikimizdə də şokolad varsa ikimiz də yeyirik. Yəni birimizdə qurtardısa, heç birimiz də yemirik. Bu deyir ki, sonda o yeyə bilmədiyimiz hal var ha, hansımızınkisə 0 olacaq. Gəlsin. Bəli, bizdən bu cavabı istəyir. Neçə şokolad qalır həmin anda? Məsələn, bu hal üçün cavab 5-dir. Bəli. 5-dir. Məsələn, orada halda vermişdi ki, 3, 6. Burada cavab nə olacaq məsələn? Gələcək 3, 6, 2, 5, 1, 4, 0, 3. 0, 3. Yəni sonda neçə şokoladımız qaldı? 3 dənə. Aysa 3 dənə. Yəni nə olmuş olur? Düstur kimi. Ya elə bir ki, həmişə Minimum maksimum. yox, məsələn, burada minimum maksimum eləsən, onda neyniyəsən? 3, 8-dən necə 5 alasın? Yəni belə düşün də, elə bir ki, həmişə çox şokoladı olan belə, az şokoladı olan qədər yeyir. Məsələn, sən də 3 dənə şokolad yedin, çox şokolad olmağına baxmayaraq, 8-in yeyənmədin ki. Mən də 3 dənəsini yedim. Məndə 0 dənəsi qalır axırda. Çünki mən hamısını yeyə bilirəm də. Mən ən az şokolad olan mənəm. Sən də mənim qədər yeyirsən. Demək ki, onda səndə nə qədər qalmış olur? N qədər qalmış olur da. Yəni öz şokoladlarının sayından mənim şokoladlarımın sayını çıxırsan. Tamam. Son elə həlli də budur. Məsələn, hanı? Məsələn, 6, 3, 3 cavab. Məsələn, 7, 7-də niyə 0-dır? Çünki ikimizdə də eyni saydadır. İkimiz də yeyə gedəcəyik də. Yəni, məsələn, sonda olacaq 1, 1, ikimiz də yeyəcəyik 0, 0. Axırda 0 şokolad qalacaq. İndi hər dəfəsində bilmirik nə qədər. Məsələn, int yox, ll, ab, sin ab. Hər dəfəsində bu az şokoladdan çox şokolada verməyəcək. Məsələn, birində 3 və 6 verəcək, birində 6, 3 verəcək. Ona görə biz hər dəfəsində gəlib siyahıta A çıx B edə bilməyəcəyik. Məsələn, A çıx B yazsaq, mən bunu run eləsəm, düz verməyəcək. Niyə? Çünki mən 3, 6 daxil eləsəm, məsələn, məndə 3 dənə, Salihdə də 6 dənə şokolad olsa, gəlib mənfi 3 verəcək. Cavab da mənfi 3 verəcək. Ona görə 2 cürünə eləyə bilərik. Bir deyə bilərik ki, əgər A B-dən böyükdürsə, siyahıta ver A çıx B-ni. Əks halda hansı böyükdürsə elə bir ondan çıxar da. B böyükdürsə A. B çıxar. Bəli. Bu kodu biraz da qısalda bilərik. Necə? Riyaziyyatda modul funksiyası var. Belə bir şey. Səhv eləmirəm. Yəni belə bir şey olmalıdır. Yazda görürsən. Modul 1 səndə nədir? Bəli. Yəni məsələn belə bir şey yazsam. Nə olacaq? 5 olur hə, belə modul. Hə, yəni modulda yəni içinə mənfi yazsam da. Müsbət kimi mənfi. Yəni həmişə müsbət çıxır da bunun içindən. Yəni 5 də olsa 5 çıxacaq. Bəli, həmişə belə 5 olur. Oy, kodun hə. Amma bu kodda biz belə yaza bilmirik. Siyahut məsələn A çıx B. Bu işləmir.
Ona görə bir dənə funksiya kimi var, sözlük kimi. ABS belə bir şey. Bu da ingiliscədən Abısı. hə, abısı. Hə, onda abısı mörtəsə içində açıq B. Hə, yəni fərqi olmayacaq da, çünki həmişə düz verəcək. Tamam, məsələn Ay, mən gəlib onda bura bilən. 3-6 versəm, 3-6 versəm, Bəli. 3 verəcək. Niyə? Çünki açıq B hesab bir -3, amma deyir ki, modul var. Yəni bu gün nə öyrəndik? Təzə bir şey ABS. Yəni bunu bəzi suallarda istifadə edə bilərsən. Yəni istifadə etmək istəmirsənsə, sadəcə kodunu qısaltmaq üçün də elə düşün. Yəni bir də bunu yazmadıq da. Gör nə qədər qısalmış oldu. Biz elə bir o funksiyanı bilməsək, məcbur bunu yazmayıq da, başqa üsulla eləyə bilməzdik. Amma indi bu modulu bilirik, ona görə də qısaltdıq. Hə, müəllim. Məndə də işlədi. Qəşəng. Bu sualda belə Bəli, mən də getdi. Gəl başqa suallara baxaq görək. Çətinlərə əsas baxacağıq. Qalanların evdə bu konteksti dəqiq qurtarırsan. Vay vaxtın çoxdur birinci günə qədər. Baxacağam bunu qurtardığın anda. Bəli, çox dəhşət. Bunu qurtardığın anda homework 8 var. Bunu açacağam. Bunu işləyəsən evdə. Amma hələ 7-ni tam qutar. İstəmirəm nəyisə. Bunu yazım özüm. Gözlə hələ ki, o bir suallara da baxaq. Məsələn, baxım görüm başqa hansı sualın şərtində özü biraz fərqlidir, nəsə təzə bir şey öyrənə bildiksə. Məsələn, H sualı elə adicə deyir ki, onluğunda nə durubsa onu çıxışa verir. İstənilən bir ədəddə Bəli, onluğu orada tapılsa. bunları ayırırıq sonra. Hə, Tamam. yəni m bölün faiz. Burada iki sualda deyir ki, Yüzlüyünü götür. aysa 100-lüyün verəcəyik. Amma nəzərə al 3 rəqəmli deyil ədəd həmişə uzun da ola bilər. Yəni ona görə onu nəzərə al işte. Bəli. Burada deyir ki, ən sağdakı rəqəmi sil, qalanını çıxışa ver. Bu necə eləyərsən? Ha, 3 rəqəmli 3 rəqəmli deyil. o yazım özüm. Bir dənə tez yazım. Amma 3 yaz, amma 3 rəqəmli deyil. Məsələn 4 rəqəmli də ola bilər. Onu demir başda bizə. Yəni 512 də ola bilər. 51234 də ola bilər. Sən bu hissəni verməlisən çıxışa. Belə fikirləşir. Dənə. Deyəsən tapdım müəllim. Dənə tez yazım bunu. Bir dənə də bu sualı. Bir dənə tez yazım. Yaz.
Məndə bir dənə atım baxın gör səhvim nədir burada deyir. Burada mən onlar cibidi də səhv çıxır. At baxaq. Sıfır var. Niyə 0 verdi? Mən sənə dedim axı 3 rəqəmli deyil həmişə. Yəni ya mənim ekranıma bax. Bax. Məsələn 51243 verəndə sənin kodun 204 qaytarır. Amma bunun cavabı olmalıdır 51024. 51024 nə idi? 5124. Yəni təkliyin silməlidir. Sən ancaq 3 rəqəmlə də düşün baxırsan. Tamam, yəni bu minliyi də ola bilər, elə də olsun, 10 minliyi də olsun, 100 minliyi olsun, 1 milyonluğu, yəni bunu deyənmərsən də çox böyük. Yəni deyir 99-dan bax şərti həmişə oxu. Bax burada nə deyir şərtdə? Deyir ki, n 9-dan böyük istənilən bir şeydir. Tamam. Yəni hər dəfə 3 rəqəmlə də deyil. Və belə halda nə edərik? Yəni sənin yazdığın şey üçün düzdür. 3 rəqəmli ədəd üçün düz deyirsən. Yəni təkliyin silmək üçün ədədin yüzlüyünə onluğunu ancaq götürüb çıxışa verərsən. Tamam, düzdür. Hətta düzdürmü fikirləşim. Tam düz deyil əslində, hətta bunu 10-a vurmalısan. Məncə orada 100-ə vurmamalıyıq, 10-a vurmalıyıq. Yox, bu belə olmalıdır. Yəni 100 vur 100, yəni təzədən ədəd elə bir də tikirsən deyim. Yəni rəqəmlər var, bir də vura-vura düzəldirsən. Yəni bu 3 rəqəmli unut vəbşi. Yəni çünki hər dəfəsində 3 rəqəmli olmayacaq. Yəni bunu yadına sal. Biz 2 dənə şey öyrənmişdik. Bölmə əməliyyatı, bir də faizli əməliyyat bu rəqəmlərdə. Mən yadımdadır, orada biz uzun olaraq baxmışdıq. Məsələn, bölmə olanda bir dəqiqə. Məsələn, bölmədirsə tutaq ki 1234-ün bölməyə baxmayaq, hələ ki faizinə baxaq. Faiz 10 eləyəndə nə edirdi? Bir rəqəm dala gedirdi sola. Yəni buranı götürürdü. Elə bil ki bir rəqəmdirsə, arxadan bir rəqəmi götürürdüm. Düzdür? Bəli, qalanı istəyirsə, bəli, 4. Amma bəs mən bu hissəni istəyirdimsə nə edirdim? Faizli yox, bölmə eləyirdik. Bəli, bölməni ona bölür, bəli, elə ona bölür. Yəni bölmə, məsələn, bir dənə 0 varsa, bir vahid, məsələn, kursor demişdim mən sənə. Məsələn, kursorum buradadır. Bəli, kursor. Kursor bir vahid sağa gedəcək, bu hissəyə gələcək və bunun solundakı hər şeyi verəcək. Faizli isə əksinə idi. Yəni arxadan neçə dənə 0 varsa, o qədər ədəd götürəcəkdi. Məsələn, məsələn də başqa bir şey baxaq. Tutaq ki 12346 olsun. Tutaq ki buna faiz 100 eləsəm mən nə verəcək? 2 dənə 0 var. Deməli nəyə götürməlidir? Faiz əməliyyatıdır. Faiz əməliyyatına nə edirdi? Bəli. Gəlib arxadan 2 dənə neçə dənə 0 varsa, gəlib bunu götürürdü. Yəni
Bu olsun Uşaqlar, kursor. 123.456 və buna məsələn deyim faiz 1000. Bu gəlib 3 dənə hissəni götürəcək. Tamam. Faiz əməliyyatı belədir. Bəli. Amma bölmə əməliyyatında isə məsələn mən bunu böl 100 eləsəm, burada kursorumuz işə düşəcək. 1 vaid gələcək bura, 2 vaid gələcək bura və bunu verəcək çıxışa. Bəli. İndi bunlar yadına düşdü də nə idi? Bəli. Düzdür? Bunu bu məsələyə necə tətbiq edə bilərsən? İndi burada faiz oranını tapırıq. Sən faiz onu tapsan, gəlib ancaq buranı götürəsən axı. Sən suala tərsini istəyir. 1234-dürsə, gəl 123-ü ver çıxışa. Nə bilim 12345-dirsə, gəl 1234-ü ver çıxışa. Bu hissəni istəmir səndən. Onda biraz çətin olur. Niyə çətin olur ki? Burada yazılıb da demək olar hər şey. Kursor fikirləş. Kursor. Tutdum məsələn bir dənə kursor. Bax məsələn buradadır. Kursor nə idi? Neçədən sola gedirsə, o qədər birinin arxasına 0 artırıb bölməlisən. Və bir dənə biz istəyirik. Demək ki, böl 10 olmayacaq hər təbəsində. Bir də bax ekranıma bax. Təzədən gedirik. Bax. Olsun. Gözlə bir dənə bunu biraz. Bir dəqiqə. Bunu biraz dəyişdirmək. Bir dəqiqə. Yəni bax məsələn. Hə. 2 5 6 Bu ədəd nədir? 234.567. Cavabdan bizdən istəyir ki 23.456 verəsin. Yəni bu hissə olmasın. Yəni təkliyi olmasın bayaqki ədədin. Mən nə dedim? 2 dənə əməliyyatımız var. Böl 10. Yəni bölmə var, faizli var. Onu zadı unutda hələ ki. Bölmə var, faizli var. Bölmənin arxasındakı ədədin arxasına neçə dənə 0 varsa, məsələn 100-dürsə, 2 vaid arxadan siləcək. Gəlib buranı verəcək. 1000-dirsə, arxadan gəlib 3 vaid siləcək. İndi bizdən nə istəyir? Deyir ki, arxadan 1 vaid sil. Onda nə etməliyik? 10 yazmalıyıq da, onda bir dənə 0 var. Yəni gəlib bu nə edəcək? 1 vaid siləcək də ədəddən. Yəni mən bu ədədi böl 10 eləsəm nə verəcək? Gəlib 23.456-ını verməyəcək. Bəli. Məsələnin həlli budur. Yəni n böl 10 verməlisən çıxışa. Yəni çətin sual deyil. N böl 10. Sırf cavabı şeyləmək üçün, məsələn, sualı elə anlama. Yəni bu sualın cavabı oldu n böl 10. Yaxşı. Anladın da tutaq ki bu sualları, hə? Hə, bəli, özüm anladım. Tamam. İndi mən sənə bir dənə başqa sual verirəm. Hələ ki onu yazma. Mən sənə deyirəm ki 425.678 vermişəm. Bunun cavabı olsun 678. Hansı müəllim? Aha. 678 olsun. Burada 678 olması üçün işte 100'ə bölərik. Yoxsa 100'ə böləndə nə olur? 1000'ə bölərik. Axı mən qabaqdan yəni bölmə sən
deyirsən, böl 1000 eləyək. Böl 1000 gəlib əksinə bu hissəni atacaq səndə. Gəlib 425 verəcək. Özün bir dənə beynində böl 425.628-i 1000-ə bölsən 3 dənə bu üzə gedəcək. Bəli. İndi başqa bir şey istifadə eləməliyik də demək ki. Onda faizdir də bu, yəni. Faiz nə? Faiz 1000 olsun indi mənim. Olsun, nə bilim. Sən deyirsənsə olsun. Yəni fikirləş gör nə olsun. Nə bilim, mən bilmirəm. Sən onu nə desən onu yazacağıq. Hətta gəl burada yoxlayacağıq. Tutaq ki, Siyaut 425.678. Arxasını səndə nə yazım? Faiz 1000. Baxaq görək. Ay, bunu qoymadıq. Görək Salih müəllim düz deyirmi? Düz deyirmiş. Qəşəng. Yəni niyə faiz 1000 yazdıq? Çünki faiz arxadakı 3 sənədədi götürdü. Bəli, mən çaşı bölməyə qatışdırdım onları. Yəni bax gəl bir dənə sadə bir şey deyim, elə bax tutaq ki. Məsələn 123.456. Bizdə nə dedim? Bölmə var, faizli var. Düşün. Buranı ayırıram ortadan. Tamam. Mən bu hissəni tapmaq istəyirəmsə, faiz istifadə eləyəcəm. Bu hissəni tapmaq istəyirəmsə, bölmə istifadə eləyəcəm. Yəni mənə ədədin bu hissədən olan tərəfi lazımdırsa, bölmə bu tərəfdən olan lazımdırsa, yəni arxadan bir şey istəyirsə məndə, demək ki, faiz eləməliyəm. Amma bölmə istəyirsə, yəni ədədin sol tərəfindən bir şey istəyirsə, demək ki, bölmə eləməliyəm. Yəni bax, ki, və bunun tərsin fikirləş. Məsələn, mən burada, sən tutaq ki, burada elədin, 678 tapdın, bölümünü eləyərək. Düzdür? Faiz 1000 eləyərək. Bəli. Sən bu hissəni də elə bölümünlə tapasın. Niyə? Çünki bölümündə axı gəlib bu 678-i silir elə eyni məntiqdə, düzdür? Hətta belə yadında saxla. Tutaq ki, qarışdırırsan bölmə ilə faizi. Bəli. Hə? Bölmə ilə faizi qarışdırırsansa, bir dənə bölməyi yadında saxla. Bölmə asandır. Kursor söhbətindən yadında saxla. Tamam. Bax ki, məsələn, böl 100 olanda dedik nə edir? Gəlib bu arxadakı ikisini siləcək də, düzdür, 78-i. Yerdə qalanda verəcək 4256-nı. Düzdür? Bəli, bölgüsü arkadaş. Yəni 425.678-i böl 100 eləsə neyniyər? 2-dən o tərəfə gedəcəkdir. Yəni buradaydısa 1, 2 buranı verəcək. Bəli. Və yerdə qalan bu hissə isə bunun elə faizlisi olur. Məsələn 2 rəqəmdirsə elə bura faizli 10-dur. Tamam. Yəni əsas bölməni tut. Bəli. Bölmə gəlir sənə həmişə buranı verir. Hə işdə hansısa sualda mən bayaq verdiyim kimi 678 istəyirsə, bax ki, neçə rəqəmdirsə demək ki, o qədər də elə faizinə tapacam mən. Yəni birinci gəl bölməsini tap. Məsələn 678 istəyirdi də bayaq məsələn hani o 425.678. Bunun qalması üçün nə çıxmalıdır? 425 çıxmalıdır bizim ədəddən. Düzdür? Belə, yəni bu hissə olmamalıdır. Eləcə bu hissə olmalıdır. Bu hissənin sən necə tapıldığını əslində bilirsən də. Çünki bölmə m böl 1000 gəlir bu hissəni tapır. Demək ki, yerdə qalan hissəni mən faizlə tapmalıyam. Neçə dənə rəqəm var? 3 dənə. Demək ki, m faizli 1000 olacaq. Çünki 3 dənə 0 var. İşdir. Belə bir şey olsa məsələn 4.254.367 ədədin fərqi yoxdur. Mən gəlib səndən indi 4.367-dən çıxışa verməyini istəsən belə bir şey. Sən deyəsən ki, ay müəllim, gəlib mən 425-i necə tapacam? 4 dənə o tərəfə getməliyəm. Demək ki, eni bölməliyəm, 4 dənə 0-ı
yəni 10.000-ə. Müəllim, buranı da hə, düz dedim mi? 1, 2, 3, 4. Hə, 10.000-ə bölməlisən. Buranı da necə tapacağıq müəllim? Görürəm ki, 4 dənəsini götürübdü arxadan. Demək ki, elə bunun faizlisi olacaq. Tamam, 10.000-in faizlisi. Vəsə, sual budur. Bəli. Biraz uzun baxdıq suala, amma istəyirəm ki, tam, yəni bu suallardan yenə çıxacaq. Yəni çaşıb qalma da, tamam, o bölmə ilə faizi qarışdırma. Deməli, neynədir? Bölmə neynir? Bir də mənə keç, özət keç. Bölmə ilə faizdir. Bölmə neynir, faiz neynir? Aha, faiz. Aha, müəllim, bölmə soldan gedir, faiz sağdan rəqəmləri tapır. Faiz qalxır elə bir ki tapır, bölmədə ədədi bölür. Tamam, düz deyirsən. Burada başqa, bax, K sualında da bayaq təkliyi sildiyə biz. K sualında Bəli. deyir ki, buranı sil. Onluğun. Onu necə silərəm? Onda ona bölərlər. Tam bu sual qalsın hələ ki. Başqalarına baxaq. Buna aid sual işləmişdik. Yo, bu da elə eyni sual kimidir. Eyni səviyyədədir. Burada deyir ki, 100-lüyün sil. Bu sual asandır. Burada deyir, bir dəqiqə. You need to remove. Tense place. Okay. Tamam. Burada başqa məncə şərti çətin olan yoxdur. Gəl hələlik hansını yaz. Sən bir deyən məsələn P-ni yaz. Hə, P-ni asan. Tez yazın. Bunu yaz tez. 4 rəqəmlə zət deyir. Aha. Müəllim, atdım. Qəşəng. Bax, məsələn, deyirsənim, hansı sual idi o? Məsələn, buydu da, dedi nə, bunu necə eləyəcəyik? Bəli. Bunu gəl sadələşdirim sənin üçün. Heç bayaq dediklərimdən daha sadə yol əslində tapıb belə eləyə bilərik. Tutaq ki, bu 512 var, burada duran 1 var. Bu ədədimiz böyüksə də həmişə bu ədədin onluğudur da, düzdür? Yəni, məsələn, 4512-də olsaydı, orada 1 həmişə onluq olaraq qalır da, yəni bu dəyişmir də, düzdür? 512-də, bir dəqiqə, hə. 512-də bura həmişə onluqdur. Bura qabağına 4 olsa da, 6 olsa da, 5 olsa da, yəni nə qədər bu ədəd uzun olsa da, bu ədəd onluq olaraq qalacaq bizim əlimizdə. Düzdür? Tamam. Bizdən nə istəyir? Deyir ki, bu onluğu sil və qalanı çıxışa ver. Biz nə edə bilərik? Belə bir şey fikirləşə bilərik. Tamam. Deməli, sən də bu hissəni, məsələn, tutaq ki, bu hissəni unut, bu hissə yoxdur. Yəni, bu ədədin onluğunla təkliyi yoxdur.
E, Hı hı. sən məsələn burada qalan hissəni həmişə n bölü neçə ilə tapasan. Yəni mən bu hissəni istəyirəm də tapmaq tutaq ki. N böl 100 ilə tapacam. Çünki Bəli. 2 dənə sola gedibdi. Düzdür? N bölü 100-üm düşün ki, əlimdə var. Tamam. Yəni bu Bəli. hissə var. Mənə bir dənə hansı hissə lazımdır? Bu hissə lazımdır. Təkliyi lazımdır. Mən Aha. bu n bölü 100-ü tapdım. Mən bunu 10-a vurmalıyam. Çünki artıq buradakı təklik bu üzə sürüşdüyü üçün bura yoxdur da. Mən buna elə bir ki özümdən 10-luq əlavə eləyirmişəm kimi olur. Ona görə Bəli. 10-luq əlavə eləyib üstünə bu təkliyi gələcəm. Cavab eyni olacaq. Məsələn, 512-də baxsaq, 512 100-ə bölürük, eləyir 5. 5. Düzdür? Sonra da 10-a vururuq, bəli. Ona vururuq, üstünə də nə gəlirik? 2 50. gəlirik. 52. Yəni cavab 52-dir. Məsələn, 4512 olsaydı, bunu 100-ə Onda bölsəydik, bunu 100-ə böləndə 45 eləyir. Sonra ona vuranda 450. 45 vur 10. 450. Sonra da onun üstünə 2 gəlir, 452. Ay sağ ol. Yəni bu hissəni sildik də, düzdür. Onluğu sildik. Elə bir ki, bir buranı götürdüm. Bir də bu hissə təkliyi götürdüm. Bu hissənin necə tapıldığını bilirəm. Bu hissədə onsuz da təkliyidə, yəni bunun nə var ki tapmağa? N faizli 10. Düzdür? Bəli. Niyə onluğa vurdum? Çünki necə deyə bilərik sadə dildə? Yəni elə ki bunun onluğunu silirik deyə, sənə məsələn 45 var da əlində, düzdür? Sənə elə bir ki təzə mərtəbə olaraq gəlir o. Və onluğun yox idi da sən məsələn 4512-də onluğu silmisən deyə. Ədədi böyütmək üçün, məsələn, sən bu iki ədədi bitişdirmək istəyirsən də və bilirsən ki, bu ortada onluq yoxdur. Demək ki, onluğa vurmalısan. Bəli. Məsələn, bunun ikinci versiyasında isə deyir ki, burada nə deyir? Yüzlüyü sil deyir. 4625. 4625. Burada deyir ki, altını sil. Gəl 425 çıxışa ver. Yəni nəyi silmiş oluruq burada? Yüzlüyü. İndi nə edirik? Mənə bir bu hissə lazımdır. Bir də bu hissə lazımdır. Bəli. Tamam. 2 dənə hissə lazımdır mənə. Mən nə edəcəm? Bu hissəni necə tapacam indi 4 olanı? Dörd olanı necə tapacam? 4 olan hissəni Yəni ədədin bu hissəsində elə bir ki. ekran etdik. Ekran etdi. Ekran etdi niyə? Bu ekranı görsən. Qayıtdı əvvəlki remove digit 3-ə. İndi haranı görsən? Bir də yox idi o remove digit 3. Tamam, gözlə ekran. 46 25 425. İndi görsən ekran. Bir dənə 2 də Görsən. Hə, indi görürəm. Tamam. Bəli, indi bax, mən səndən nə istəyirdim? Remove digit 3-də bu sual deyir ki, məsələn, 4625 olmasın, 46724 olsun. Sənə deyir ki, bu yüzlük mərtəbəsini sil. Bu ikisini birləşdir. Çıxışa ver. Yəni 4624 elə bu ədəd. Mən də indi səndən sual verirdim ki, bu hissəni mən necə tapım? Bu 46 olan hissəni. Ona 46 olan hissəni 46 724 bunu 1000-ə böləcəyik. Ay sağ, 1000-ə böləcəyik, düz deyirsən. Afərin.
1000-ə böləcəyik. Yəni bu 3 dənəsi getdi. İndi Bəli. yenə bayaq elədiyimiz şey eləyəcəyik. Neyniyəcəyik? Bu n-i böldük 1000-ə. Və nəyi silmişik Bəli. biz? Yüzlüyü silmişik. 100'ü sildik. 46 kaldı. Bunu vururuq. Hətta bunu heç vurmağa ehtiyacın yoxdur ha, bu arada. Bunu belə verə bilərsən çıxışa. n bölü 1000 səndə nəyə bildirir 46-nı? Ha. Biz bir dənə bir şey öyrənmişdik belə. Yan-yana verəndə onsuz da olur da. Düzdür? Sən də bunun onluğun tapılmasını bilirsən. n bölü Bəli. 10 Bəli. faiz 10. Bir də nə verəcəyik? Hı-hı. n faiz 10. Faiz 10. Vəsə. Hə. En faiz 10. Hə, bu birləşdirir də əslində. Biz elə bir ki ard-arda yazırdıq yadında bəzi suallarda məsələn deyirdi ki, tutaq ki bundan bunu dəş, biz verdik A, C, B tutaq ki çıxışa. Yadında? Eyni şey elədik Bəli. burada da. Bu 46-nı Bəli. bildirir. Bunu özün dedin ki, n-i bölü 1000-ə 46-nı tapırıq. Bu 2-ni bildirir, Bəli, yəni bəli. ədədin onluğun. 2, bu da 4. Bunları yan-yana verəndə nə olacaq? 4624. Tamam. 4620. Bu Bəli. sual buydu. Bu sualın sən yazanda problemi harda çıxacaq deyə desən, burada çıxacaq. Sən bura bir dənə if əlavə eləməlisən. Denən niyə? Niyə? Çünki sən Niyə? gəlib 4 sənə girişdə 462 versə, bu eyni siyahutu bura yazsan, 462-ni gələcək 1000-ə böləcək. Verəcək 0. Və belə bir şey də ola bilməz axı. Düzdür? Bəli. Ona görə Bəli. bunun üçün bir dənə ayrı siyahut yazasın. Neynəməlisən? Bunun yüzlüyünü çıxartmalısan. Yəni nəyə verməlisən? Onluğundan təkliyin. Bəli. n bölü 10 faiz 10. Bir də n faiz 10. Bir dənə if Bəli. qoyassan ki, əgər ədədim mənim 4 rəqəmlidirsə, yəni nə? If n 999-dan If. böyükdürsə, yəni artıq If n 4 rəqəmlidirsə, bu prosesi eləsin. Bəli. Bayaq sən dediyini. Else Bəli. Siyah. Else. If. gəlsin bunu eləsin. Tamam. Bəli. Vəsə, sual buydu. Bunlar daha asan idi məsələn, gördün ya. Asan. Sadəcə yəni bu elə bir ki, ilk dediyimiz sual. Bizim yadımıza saldı ki, bölmə əməliyyatı nə edir? Sola gedir kursor kimi və faiz əməliyyatı nə edir? Bu ikisini yadımıza saldı. Bəli. K sualında vurma ilə elədik. Bu L sualında da bitişdirmə ilə elədik. Hətta Bəli. gəl səndən fikirləşək ki, K sualını biz yadındadır, harda yazdıq? Burada yazdıq, vuran. Səncə bunu Bəli. bayaqki kimi yaza bilərik, belə yan-yana verməklə? Bəli. Necə yazarıq? Məsələn, yadındadır, burada Bu qapı. gözlə burada aydın yazım. Gözlə, məsələn, gələk bura. Bu sualda baxaq, yekunlaşdırıq, yaxşı? Yorulmusan bilməm. Bir də özünü sıx bu sualda qutarsın. Məsələn, 4000 bizdən elə ki, sualda nə istədiyini deyirəm sənə. Belə bir şey istəyir. Deyirdi ki, onluğun sil. Bəli. Burada ver 4622. 4622. İndi bunu bayaqki kimi siyahutlarla birləşdirərək verə bilərik səncə? Yəni bizə nə lazımdır? Bizə bu hissə lazımdır. Bir də bu hissə Bəli, lazımdır. bir bu. Sonra orada. İkisinin də İki, tapılmasını aa. məncə bilirsənsə. Mən inanıram ki, Salih ikisinin də tapılmasını bilir. Bəli. Necə? Bu məsələn bu necədir bunun tapılması? Denən yazın. İndi bayaq kimi indi 1462-ni tapmırıq müəllim. Onu 100-ə bölürük. Ay sağ ol. Mükəmməlsən. Bəs bunu 2-ni. Burada da 2-ni də tapmaq üçün faiz 10-unu tapırıq. Mükəmməlsən. Bəs çıxışa nə verirəm? Bu Çıxışa qədər da alınmalıdır. elə n-i
Bir də fikirləş. Sən Bəli. 2 dənə şey tapdın. Bunu niyə tapdın? Bitişdirmək üçün. Demək ki, siyahıya nə Bəli, verməlisən? bitirməz. N böl 100. İflə verək onda. Bunu if-lə verəkmi? N böl. Yox, bunu əslində if-lə verməyə ehtiyac yoxdur. Niyə? Çünki məsələn burada 100-ə bölmüşük də, düzdür? Burada bir dənə tək problem 2 rəqəmli ədəd versə ola bilər də, 0 versin. Hə, böl bunu. Buna da if yazmalısan. Düz deyirsən. Buna da if yazmalısan, çünki sənə gəlib 2 rəqəmli ədəd versə 25. Qoy siyahımızı tamamlayaq. Burada elə kodda yazım. Siyahımız elə belə bir şey olur. Ll n sin n ədədi yazaq məsələn bura 4625. Sən dedin ki, birinci hissə, yəni bu 46-nı məsələn tutaq ki, n böl 100-dən tapırıq. Və ədədin təkliyində dedin ki, n faizli ondan tapırıq. Düzdür? Bu nə vaxt problem verə bilər? Məsələn, gəlib mən bura siyahut birinci hissə, bir də təkliyi versəm. Məsələn, mən də gəlib girişə 29 versəm, cavab 0,9 verir. Amma əslində nə olmalıdır? 9 olmalı təkcə. Niyə 0 verir? Çünki 2 rəqəmlidir, gəlib özündən böyük şeyə bölür. Ona görə bayaqki suala kimi bir dənə if əlavə eləyəcəyik ki, if necə deyə bilərəm ki, 3 rəqəmlidirsə ədəd? Bayaq yazdıq ya oradakı. If 3 rəqəmlidirsə ədəd, o 3 rəqəmlinin sözünü yəni necə yaza bilərəm? n böyükdür 999. 999. Belə olanda 4 rəqəmlini tapır. 99 bəlkə. Kralımız bulanıq. Bulanıq oldu. 3 rəqəmli dediniz müəllim. Hə, yəni şərtini yoxlamaq istəyirəmsə ədəd 3 rəqəmlidirsə. Yəni n böyükdür 99-dan yazmalıyam da, düzdür? Hə, elə bildim ders 4 rəqəmli. Yox. Hə, onda bizim dediyimiz şeyi versin. Birinci bu hissəni versin, ikinci bu hissəni. Əks halda gəlsin elə təkcə təkliyi versin də, düzdür? Çünki məsələn 2 rəqəmli ədəddirsə 26. Məndən deyir ki, bu 2-ni sil. Təkcə altını verməliyim də çıxışa. Yəni təkliyin. Vəsə. Bax, sualın şərti budur, həlli budur. Gəl bir dənə ataq yoxlayaq. Bu sual idi. 100. Yoxlayaq. Həmişə deyir ki, əmin olsam belə oradakı 100-ü gör sonra. Bəlkə də burada nəsə kiçik bir səhvimiz oldu. Serverlər nəsə yavaş yoxlayır, maraqlıdır. Bu dərsin Yəqin çox çox insan yəqin ki, şey eləyib də. Bu dərsin video qeydində indi yükləyəcəm YouTube-a. Bax, burada ikisi var. Bu birinci dərsimizdir, bu ikinci dərsimizdir. Bunu da yükləyəcəm. Yəqin ki, axşama yüklənər 12-yə falan yəqin ki, səhər baxa bilərsən sən istəsən. Tamam. Yəni mən məsləhət görürəm ki, bax yəni. Özün çünki belə indi tutaq ki, mən baxıram. Axşam yorğun olursan biraz. Bəzi şeylər məsələn ola bilər ki, qaçırırsan da istəmədən də. Sonra açıq başla baxanda orada özün görmədiklərini görürsən. Bəli. Burada nəsə problem var ki, şeyin özündən atım. Burada atım. İcazda həmişə problemlər olur yüklənməkdə. Bax, 100%. Accept. Tamam. Bəli, accept. Bəli. Burada qalan buradakı bütün neçə dənə sualın qalıb? Burada 21 dənə sual var. Yetsin yazdıq. Yazdım. Yetsin. Yerdə qaldı 14 sual. 14-ün yazarsan evdə. Södə indi gəldi accept-də deyəsən. Yazarsan. Burada ola bilər ki, hansısa şərtin başa düşməyəsən. Nə edirsən? Yazırsan mənə. Tamam. Hamısını başa düşdüm müəllim. Yox, burada bəzilərini yazarım oxumamışam şərtin. Deyirəm, məsələn, tutaq ki, bu suala şərtini heç oxumamışam da. Ola bilər ki, məsələn, başa düşməyəsən oxuyanda. Elə olsa yaz mənə, tamam. Hələ ki, vaxtın çoxdur, onsuz birinci günə qədər boşsan. Yəni, boşsan dediyim birinci günə qədər dərsimiz yoxdur. Tamam, bugünlük bu qədər.
Başqa sualın var nəsə bugünkü dərsdən Bəli. bağlı? Heç. Tamam. Onda sağ ol. Gələn dərs görüşərik. Sağ ol müəllim.